Dünya əhalisinin sayı açıqlanıb. Birinci yerdə Hindistanda yanır. Milyarddır da, milyardı keçib artıq əhalisinin sayı. 2025-ci il etibarıyla dünyada əhalisi 100 milyonu keçən 16 ölkə var. Əhali sayına görə qlobal liderlər olan Çin və Hindistan birlikdə dünya əhalisinin təxminən 1/3-ni təşkil edən milyardlıq həddi keçən yeganə iki ölkədir. İkinci yerdə Çin, üçüncü yerdə Amerika Birləşmiş Ştatları, dördüncü yerdə İndoneziya, 285 milyondur, Pakistan 255 milyon, Nigeriya 237 milyon, Braziliya 212 milyondur əhalisi artıq. Birinci yerdə yenə də Hindistan həmişəki kimi birinci yerdə, ikinci yerdə Çindir. Hindistanda insanların elə bil qadının, kişinin başqa bir məşğuliyyəti yoxdur da. Ölkə acılıq, səfalət içərisində yaşayır. Yəni video görüntülərdən görürük, gedənlər, gələnlər, hər birisi danışır ki, Hindistanda vəziyyət necədir? Sosial durum aşağıdır, amma insanlar ailə qurur, həmən də dünyaya evlad götürürlər. Çox qəribədir ki, 1, 2, 3 evladla kifayətlənmirlər də. Bəzən elə 10, 11, 12, yəni o video görüntülər var da, xırda uşaqlar. Ona görə Çin birinci yerdə dayanır. O, üzr istəyirəm, Hindistan.